Bir gün Peyğəmbərimizin tək qızı, Həzrəti Fatimənin əri Həzrəti Əliyə, Həsən Hüseyin acdır, evdə yeməyə heç nə yoxdur, sən gedib yeməyə bir şey ala bilərsənmi, dedi. Həzrəti Əli baxdı və gördü ki, cəmi 6 dirhəmi var. O evdən çıxıb bazara qidalar almaq üçün getdi. Lakin yolda olarkən 2 nəfərin dava etdiyini görüb onlardan soruşdu. Niyə dava edirsiniz? Nə üçün Allahın əzamətini və dünyadakı nemətlərini düşünmək əvəzinə bir-birinizlə vuruşursunuz? Mübahisə edən tərəflərdən biri dedi ki, qarşı tərəfə ödəməli olduğu 6 dirhəmi var. Borcu var yəni. Həzrəti Əli cibindən 6 dirhəmi çıxarıb borc verənə verdi. Lakin o evə əliboş qayıtdı. Cənnət qadınlarının ağası Həzrəti Fatimə anamız soruşdu. Ay Əli, heç nə almadın mı gəldin? Deyə soruşduqda Həzrəti Əli baş verənləri izah etdi və dedi, mən 2 müsəlman qardaşımın dava dalaşının qarşısını aldım. Həzrəti Fatimə gülümsədi, o da ərinin yaxşı əməlindən razı qaldı. Biraz sonra Həsən və Hüseyin ağlamağa başladılar. Çox acı idilər. Həzrəti Əli yenə də evdən çıxdı, yolda əlində kök dəvə olan bir kişiyə rast gəldi. Adam Həzrəti Əliyə dedi, ey Əli, bu dəvəni sənə satmaq istəyirəm. Ucuz satıram özü də. Onu almaq istəyirsənmi? Həzrəti Əli, mənim pulum yoxdur, dedi. Yaxşı, dedi kişi, mən sizə bu dəvəni satmaq istəyirəm. Həm də ucuz qiymətə, cəmi 150 dirhəmə. Alın və sonra ödəyin. Həzrəti Əli dəvəni götürüb yoluna davam etdi. Elə yolda başqa kişiyə rast gəldi. Kişi, ya Əli, dedi, bu nə gözəl dəvədir. 300 dirhəmə alaram, razısanmı? Xahiş edirəm, məni rədd etmə. Həzrəti Əli, ancaq 150-yə almışam. Kişi yenə də dedi, bu dəvəni çox istəyirəm, çox bəyənirəm, onu mənə sat. Həzrəti Əli dəvəni həmin kişiyə satdı. Belə ki, o bu alqı-satqıdan ciddi gəlir əldə etdi. Həzrəti Əli sevinclə bazara getdi, yeməyi alıb evə qayıtdı. Həzrəti Əli daha sonra Rəsulullahın huzuruna getdi. Kainatın sahibi onu təbəssümlə qarşıladı. Mənə dəvənin hekayəsini danışa bilərsənmi? Dedi. O da başına gələnləri tək-tək danışmağa başladı. Aləmlərin sahibi buyurdu, sənə dəvəni satan və onu səndən alanı tanıyırsanmı? Soruşdu. Həzrəti Əli, xeyr, ey Allahın Rəsulu, deyə cavab verdi. Peyğəmbərimiz, sən ey Əli, 2 nəfərin arasında barışıq əldə etdin. Allah o dəvəni Cəbrail vasitəsilə sizə satdı. Hər kim insanları barışdırarsa, ixtilafı islah edər və insanları ikilikdən xilas edərsə, o məndəndir, ey Əli, dedi. Bax belə, bir sözlə Rəbbimiz bizi insanlar arasında barışan və barışdıran salih insanlardan qərar versin. Amin deyirik. O qədər ətrafımızda namazını qılıb rüşvətini yeyən, haqsızlıq edib haqqı dananlar var ki, əlbəttə Allah gec-tez onlara lazımı qərarını verəcək. Bir sözlə, hər zaman haqqın tərəfində olun.